Azərbaycanın milli qəhrəmanı Polad Həşimov adına Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin adına sinif otağının açılışı keçirilib. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı şəhid ailələri, qazilər və məktəb kollektivi iştirak edib. Şəhidin keçdiyi döyüş yolundan danışılıb. Şəhid Səbuhi Həsənquliyevin anası Maysə Həsənquliyevanın yazdığı şeirlər səsləndirilib, əsərlər tamaşaya qoyulub. Qeyd edək ki, Səbuhi Əlxan oğlu Həsənquliyev 2002-ci il aprel ayının 11-i Ucar rayonunun Boyat kəndində anadan olub. Sumqayıt şəhərinə köçən Səbuhi 2008-ci ildə elə burada da 1-ci sinifə gedir. 2017-ci ildə isə təhsil ocağı Cəbrayıl rayon 5 nömrəli məktəbin 9-cu sinifini bitirərək peşə liseyinə daxil olur. 2020-ci ildə təhsilini uğurla başa vuran bu gənc həmin ilin aprel çağırışlarında Azərbaycan Respublikasının ordu sıralarında xidmətə başlayır. Müharibə başlayanda o sadəcə 5 ayın əskəri idi. Cüssəsinə və ayıq-sayıqlığına görə onu xüsusi təyinatlı qüvvələrə cəlb etmişdilər. Yaralı ya da şəhid olmuş dostlarının birini də döyüş meydanında yalnız buraxmayan qəhrəmanımız Şuşada şiddətli əlbəyaxa döyüşlərdə iştirak edib. Elə bu döyüşlər zamanı dostunun düşmən tərəfindən vurulduğunu görüb və onu güllə yağışının altından çıxarmağa çalışarkən düşmən gülləsinə tuş gəlib. Döyüş yoldaşları ona çatanda Səbuhi artıq çiynindən, yaxın məsafədən ürəyindən və boğazından vurularaq şəhid olmuşdu. Sumqayıt şəhər şəhidlər xiyabanında torpağa tapşırılan Vətən oğlu arxasında valideyni üçün kədər, eyni zamanda qürur, qohumları üçün fəxr, gənc nəsil üçün igidlik nümunəsi və ömür boyu danışılacaq qəhrəmanlıq səlnaməsini yazaraq şəhid olmuşdu.